zəhmət görmüş adamsan, əziyyət görmüş adamsan, buna görə də zəhməti qiymətləndirə bilirsən. 15 dedin nədən var da? 15 nədən? 3 dənə nəticə. Sənin kimi babaları var, fəxr eləməli bilər. Eləyirlər. Mən pul için de oynamışım. Ancaq getdiyim ancaq bu el haram yeməyib, oğurluq eləməyib. Sən Sovet vaxtında görübsən. Ay bu başına dönür. Hə. Bu günü də görmüsən, 90-cı illərin çətinliklərini də görmüsən. İndiki gənclərə mən nə arzulayıram? Bu elmlə məşğul olsunlar. Elmlə məşğul olsunlar. Yəni, savad öyrənsinlər, köşk öyrənsinlər. Adım kompüter, telefon var. İndi hamı o düşman qayırıb. Ancaq mənim tanışlarım var. Bu saat Londonda işləyir. Ancaq oturub Gəncədə. Ay, sağ ol. Oturub Gəncədə hər 3 aydan bir bütün ölkəni gəzir. Bileti də gəlir, özü qız xeylağı, qadın xeylağıdır. Maşallah. Bugünə öz-özümə, dedim mən ixtisasçı olmuşum. İndi o işləməsən də, ancaq mən öz-özümə bir layihə qurdum. Dedim mən əgər 1 milyon ya versələr kredit, mən bir dənə maldarlıq açaram. 100 nəfərdə, 180 nəfərdə kəstdən işçi götürərəm. Bu mənim səmimi fikrim olur. Ha, vallahi düz düşünmüsən. Dedim ki, indi cavandır, elə bilirlər nə var. Onda mənim fikrim oldu. Dedim ki, məsələn, mən o cəmaatın pulun ancaq onun sütündən verərəm. Məsələn, o ki, 1 milyon pul götürməmişəm. Mən 6 aydan sonra 1 milyonu qaytarmağa gücüm var. O balalı ilə gələrəm, onun balasını satıb, o 1 milyonları da 6 aydan sonra verir. Mən özüm o layihəni başımda cızdım. Sən indi bunu eləmək istəyirsən. Ya, bəli. Amma bir tərəfində belə İndi olsun. Amma sən görürsənmi? Halal olsun sənə, vallahi hacı halal olsun sənə. Sənin elə bax bu müdrik sözlərin, bax bu tövsiyyən bütün Azərbaycan üçün bir dərsdir, bir örnəkdir. Qiymətləndirir, canım olur. Sağ ol, canım. Mən bir televizorda tez-tez görsədim baş ordunu.